Bəs belə bir hal olubmu ki, təcrübənizdə təhlükəsiz işləmək əvəzinə risklə işləməyin normal sayıldığı hallar? Bilmiyorum. Yəni, və hardasa az öncəki verdiyiniz cavabla hardasa uyuşur kimi gəlir. Mən belə başa düşürəm ki, siz daha dəqiq nümunələrin üzərində mənim fikrimi cəmləşdirməyimi istəyərdiniz. Mən indi fikirləşirəm ki, şübhəsiz ki, sənaye çox geniş bir mövzudur. Sözsüz. Yəni elə mövzu var ki, orada elə içində proseslər var ki, onu o sənayenin içində olan 3-4 nəfər bilir və kənardan qiymət vermək olmur. Ona görə mən çalışıram indi elə bir cavab verim ki, o sizi seyr eləyən seyircilər də anlasın mən məsəl üçün nəyi nəzərdə tuturam. Əfsuslar olsun ki, hələ ki götürək tikinti sahəsini hamımızın müşahidə edə bildiyimiz hər gün bir səhnə var. Bir binadır, hündür mərtəbəli və təmir işləri, təmir bərpa işləri gedir və scaffold deyilən, Sovet vaxtı lesa deyilən bir qurğular yığılır, hündürlükdə işləmək üçün, bəli, dəmirdən. Və görənlər görür, görməyənlər bəlkə də maraqlanır, amma 90% günün bugünkü gündə 90% gördüyümüz bu qurğular hansı ki, əslində həyatı xilas etmək üçün nəzərdə tutulub. Xilas yox, yəni ölümün qarşısını kəsmək üçün nəzərdə tutulub. Bunların heç biri, yəni 90%-in heç biri heç bir standarda uyğun deyil, heç bir təhlükəsizlik tələbatına cavab vermir. Amma maliyyə daha üstün dəyər hesab olunduğu üçün təhlükəsizlikdən ki, o ən böyük səhvdir. Biz hələ də görürük ki, açıq-aşkar günün işığında xəlvət deyil, kifayət qədər təhlükəli avadanlıqdan istifadə olunur. O təhlükəli avadanlığın da yaratdığı onlarla risklər bəlli ki, nəzərə alınmır və iş standart kimi qəbul olunur. Belə bir misal çəkdim ki, yəni bu hamı görür bunu misal üçün. Doğrudur, tamam.